Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün 5 iyun 2026-cı ildir. Bugün kiləs xəstəliyi haqqında danışmaq istəyirəm. Kiləs xəstəliyi necə meydana gəldi aralarında, müalicə üçün nə elədim, səbəblər nədir və yaxud da hal-hazırda nəticə nədir? Qeyd edim ki, 4 arı koloniyasında məndə kiləs xəstəliyi əmələ gəldi. Bunlardan biri güclü koloniya idi, 3 mərtəbəli arı idi. Digər üçü isə bölmə koloniyaları idi, yəni zəif 10 çərçivədə və yaxud da daha az olan arı koloniyaları idi. İlk öncə mən onu deyim ki, mən arıcı deyiləm. 3 ildir, 4 ildir bu işlə məşğul olmağa çalışıram, öyrənməyə çalışıram. Hələ bəlkə də mənim arıcı olmağıma yəni illər var. Təcrübə edirəm, öyrənirəm, yaşlı arıcılardan və yaxud da başqa yerdən məlumatlar əldə edirəm və tətbiq etməyə çalışıram. Və mənə arı saxlayaraq ən yaxın məsafədə arı saxlayan arıcı təxminən 6-7 kilometr məsafədədir. Yəni mənim arılarımda hansı yolxuzu xəstəliyi olsa, oradakı arılara yəni çox da zərər verəcəyini düşünmürəm. Və yaxud təbiətdə olan arı koloniyaları var, Kür sahilində. Yəni onlara bəlkə zərər verə bilər. Çünki bunu niyə qeyd edirəm? Mənə kiləs xəstəliyinin yolxucu xəstəlik olduğunu və digər arıçılara fəsad verəcəyini dedilər digər videomun yorumlarında. Bunu əvvəlcədən qeyd etmək istəyirəm ki, yəni ətrafımda ən yaxın arıçı 6-7 kilometr məsafədədir. Və kiləs xəstəliyi nədir? Bu barədə təcrübəm nədir? Birinci dəfə ki, başıma gəlirdi. Kiləs xəstəliyi mənə görə yolxucu xəstəlik deyil. Çünki 4 koloniyadan başqa heç bir koloniyaya kiləs xəstəliyi toxunmadı. Yəni heç birində müşahidə eləmədim. İstər güclü 3 mərtəbəli koloniyalarda, istərsə də 1 mərtəbəli koloniyada. Hətta bu qədər zəifləmiş, elçiyə getmiş, 2-3 çərçivəsində yumurta olan bir koloniyada belə kiləs xəstəliyi görünmədi. Kiləs xəstəliyinin başlıca səbəbi nədir? Bunu bilmək lazımdır. Özümdə araşdırıram arılarımın üzərindəki niyə görə yarandı. Birinci səbəbi nəmişlikdir, hava temperaturunun kəskin dəyişməsidir. May ayında yağış yağdı, qəfil gün çıxdı, qəfil soyuq oldu, axşamlar temperatur aşağı düşdü. Bunu mən ilk müşahidə elədim bölmə arılarında. Çünki bölmə arıları arılıq daxilində böldüm və geri qayıtdı bəzən tarlaçı arılar və ilk onda müşahidə elədim ki, arılarımda kiləs xəstəliyi var. Yəni balaları söküb çölə atırlar. Mən bunu normal bir davranış hesab etdim. Çünki fikirləşdim ki, arılar baxa bilməyəcəyi balaları çölə tuldururlar. Lakin sanırım bu kiləs xəstəliyinin əlamətləriymiş. Bunu mənə yorumlarda qeyd elədilər. Lakin belə bir hadisə baş verdi ki, bir həftə sonra, 10 gün sonra həmin arıda kiləs xəstəliyi yoxa çıxdı. Yəni balalar tamamilə söküldü, atıldı və yaxud da doğuldu. Mən orada yeni anar verdim. Yeni anar yumurta atmağa başladıqda yenə kiləs xəstəliyi meydana gəlməyə başladı. Bir mərhələdən sonra. Daha sonra güclü koloniyamda bu meydana gəldi. Bunun da səbəbi nədir? Mən arıları geniş saxlamağı sevirəm. Çünki beçə meylənməsin. Adətən bu güclü koloniyaları. Mən arını mərtəbəyə qaldırarkən həddindən artıq yəqin ki, boşluq yaratdım. Yəni arının yumurta sahəsini bölmədim düzdür. Lakin mən belə düşünürəm ki, 3-cü mərtəbəyə qalxmalı olmayan arını vaxtından 3-cü mərtəbəyə qaldırdım. Əlavə çərçivələr verdim, bölündə boşluq saxladım. Və nəticədə arılar yetərincə səri temperatur nizamlaya bilmədilər. Nəmişlik yarandı və yaxud da başqa bir prosesdən kiləs xəstəliyi də göbələk xəstəliyidir. Yəni bu səbəblər, nəmişlik, temperaturun düşməsi kiləs xəstəliyinə səbəb oldu. Yəni zəlzələdən ya vəlvələdən kiləs xəstəliyi düşdü arılarıma. Və nəticə nə oldu? Mən yorumlara baxdım. Mənə yorumlarda yazılar ki, həddindən artıq təhlükəli xəstəlikdir, onu apar tulla və yaxud da anarla öldür, çərçivələri silkələ, yandır. Türk arıçılarına baxdım, öz tanıdığım digər arıçılara müraciət elədim, yaşlı arıçılara və yaxud da bu işlə bir neçə ildir məşğul olan arıçılara fərqli məsləhətlər verdilər. Türk arıçıların videolarına baxdıqda əsas mənə maraqlı gələn oldu ki, arıları qatı bəsləməklə bəsləmək. Yəni 3-ün 1-ə, 2 yarımın 1-ə, 2-nin 1-ə şərbətlə bəsləmək. Bəsləməyə şərbətə kəşfiyyatı qatmaq, yəni timol yaradacaq nələrsə qatmaq və bunu davamlı etmək. Yəni məsələn 1 həftə ərzində, 10 gün ərzində arı şərbəti yedikcə davamlı bunu vermək. Bizim arıçılardan biri məsləhət gördü ki, bir baş sarımsağı əzib 1 litr suya qoyub, salıb soyuducuda saxlayın. Daha sonra onun 15 qramını şərbətə qataraq, yəni 1 litr şərbətə qataraq arıya verin. Həmçinin pətəyin içərisinə sarımsaq əzim atım və yaxud da limon qoyum üzərinə. Və başqa bir arıçı, mənim müəllimim olan bir arıçı mənə bunu məsləhət gördü. Bu Kemirov pastasının sprey formasıdır. Hərbi xidmətdə olanlar bunu çox gözəl biləcək. Ayaqda olan göbələyi aradan qaldırmaqdan ötürü istifadə olunurdu. Əvvəl mazı idi, indi sprey forması da var. Bunu məsləhət gördü ki, hər pətək üzərinə, yəni kiləs xəstəliyi görünən pətək üzərinə bundan 2 dəfə, yəni 90 dərəcə uzaqlığında deyil, yan hissədən 2 dəfə püskürtmək lazımdır. Göbələk xəstəliyi, yəni pətəkdə olsun, fərqli yerdə olsun, yəni bu ona təsir edəcək vasitədir. Və mən bunu zəif bir koloniyada, məsələn bu elçiyə getmiş, yeni yumurtaları olan koloniyada həddindən artıq çox istifadə elədim. Yəni 2 dəfə deyilibsə, 90 dərəcə buzaq altında olmamaq şərti ilə deyilibsə, mən bunu arıların üzərində bəlkə 5 dəfə püskürtdüm. Çünki riskə atırdım ki, əgər bu təhlükəli bir vasitədirsə, hər bir arıya tətbiq eləməyim. Bu məhv olan arı bu olsun, riskə geçsin bu. Və bunu tətbiq elədiyim günün səhəri gəlib baxdım arıya, heç bir dəyişiklik yox idi. Bunun da çox gözəl aromatlı bir qoxusu var. Heç bir təsiri yox idi. Yəni arılarda mənfi təsir olsun, balaları söküb çölə atsınlar və yaxud da hətta yəni bunda kiləs xəstəliyi yox idi. Və yaxud da arılarda nəsə ananı kəssinlər, öldürsünlər, heç bir şey yox idi. Və mən bunların hamısını birləşdirib bir tətbiq eləməyə başladım. Yəni qatı bəsləmə düzəltdim 3-ün 1-ə. Qatı bəsləməyə 15 qram
sarımsaqlı dediyim sudan qatdım. Əzilmiş sarımsağı suda saxlayırıq. 15 qram qatırıq həmin o suyun, şərbətin tərkibinə və veririk arıya. Və bundan başladım pətəklərin üzərinə püskürtməyə. Kiraz xəstəliyi olan pətəklərin üzərinə püskürtməyə. Və bunu davamlı olaraq elədim. 2 dəfə bundan püskürtdüm, 2 gün arayla və 3 dəfə də bəsləmə elədim, şərbət bəsləməsi elədim. Və mənim zəif kolonilərimdə, yəni bölmə kolonilərdə, ən çox təhlükə hiss etdiyim kolonilərdə artıq bu gün 10-cu gündür, ya da 11-ci gündür, kiraz xəstəliyi tamamilə yoxdur. Yəni bir dənə də olsun çölə atılmış süfrə görmədim mən bu gün. Lakin problem gücdarda qaldı. Gücdarda niyə görə problem qaldı? Bildiyimiz kimi bal axın dönəmidir. Hal-hazırda təbiətdən arılar bal gətirir. Qatı verilən bəsləmə arı adətən depolayır. Yəni onu istifadə eləmir. Və təbiətdən gələn bəsləmə qida olduğu halda mən verdiyim o bəsləməni də arı istifadə eləməyəcək. Dolduracaq pətək gözü. Mən güclü koloniyaya cəmi bir dəfə bal şərbəti verdim. Yəni əlimdə olan baldan bircə dəfə qatı bəsləmə düzəltdim. 1 kiloqram bala təxminən 200 qram su qatdım və o sarımsaqlı sudan qatdım və verdim arıya. Və bununla da eyni qaydada 2 dəfə dərmanlama apardım. Və bu gün baxıram ki, arının aşağıda çəkməcəsi var. Çəkməcəni açıb yenə də orada əvvəlki qədər olmasa da, yəni az miqdarda kirəzlənmiş süfrələr var. Və ikinci məsələ nədir? Arını sıxlaşdırmaq. Məsələn, mən 3 mərtəbəli arıda boşluq qoymuşdum arıda. Arını mən belə deyək, boşluqları ləğv elədim. Bütün o yumurtalı və ya da üzərində arı çox olan çərçivələri aşağı endirdim, sıxlaşdırdım. Və belə düşünürəm ki, hava da düzəlsə, yəni bir neçə gün günəşli hava olsa və yaxud da gecə temperaturu ilə gündüz temperaturu arasında kəskin fərq olmasa, mənim o arımda da kiraz xəstəliyi aradan qalxıb gedəcək. Çünki həddindən artıq azalma hiss edirəm. Bölmə arılarında ümumiyyətlə tamamilə bitib. Güclü arımda isə çox az miqdarda qalıb. Və bunu belə deyim, mən keçən həftənin bazar günü etmişdim, bugün 6-cı gündür, demək olar 6 gün vaxt keçib. 6 gün ərzində çəkməciyə tökülən kirazlı sürfələrin sayı bu vasitələri tətbiq etməmişdən qabaq 2 gündə, 3 gündə tökülən sürfələrin sayından azdır. Yəni 6-7 günə tökülən sürfə sayı həddindən artıq azdır. Yəni bu da xəstəliyin azalmasının, arının xəstəliyə qarşı bir mübarizə aparmasının göstəricisidir və yaxud etdiyimiz bu vasitələrin belə deyək, effektini göstərir. Və nə demək istəyirəm bu barədə? Mən yenə deyirəm, arıçı deyiləm, sadəcə təcrübə eləmək istəyirəm. Çünki gələcəkdən bağlı, yəni arıçılıqla bağlı mənim planlarım var, istəklərim var, təsərrüfatı böyütmək istəyirəm və yaxud da az arı koloniyası ilə işləsəm belə, məsələn 15-20 arı koloniyası ilə işləsəm belə, effektiv bir nəticə əldə etmək istəyirəm. Və bunun üçün hər bir arıçı, yəni mənim tanıdığım elə bir arıçı yoxdur ki, səhv eləməsin və yaxud da başına bir problem gəlməsin, arı koloniyasını öldürməsin, yəni arı birləşdirəndə arısını qırmasın. Yəni bu mərhələ-mərhələ öyrənilə hər kəsin, hər bir arıçının başına gələn bir prosesdir. Və mən də rahat şəkildə öz əlimdə olan koloniyalarda xəstəliklər düşdükcə və yaxud da başqa sistemləri təcrübə eləmək istəyirəm. Xəstəliklərə qarşı fərqli vasitələr tətbiq edirəm. Məsələn, mənə kimyəvi dərmanlar deyənlər oldu. Hansı ki, kimyəvi dərmanları mən arıya vursaydım, aradan bal götürə bilməzdim, qəti şəkildə. Amma bəlkə də kimyəvi dərmanlar bu təbii vasitələrdən daha tez, daha rahat şəkildə xəstəliyi aradan qaldırardı. Və dərman demişkən, mənə bəzi yoldaşlar yazır və yaxud nömrədən zəng edirlər ki, arının üzərində gənə var, lenta qoymaq olar mı, tüstü vermək olar mı? Lentalar və yaxud da tüstülər ametras pigmentin tərkibidir. Onları əgər istifadə ediriksə, aradan qəti şəkildə bal götürmək olmaz. Əgər arının vəziyyəti pis deyilsə, yəni həddindən artıq çox gənə görünmürsə, qanadı qırıq və ya xəstə arılar, pətək gözündə ölmüş sürfələr görünmürsə, ən gözəli ana arını qəfəsə salıb 22 gündən sonra balını götürəcəkdən sonra həmin dərmanı istifadə etməkdir. Yəni əgər yenə də istifadə edəcəksə, qəti şəkildə bal götürmək olmaz. Mənim deyəcəklərim bu qədər. Sağ olun, salamat qalın.